Sevgi və istəklərini ifadə edə bilməyən insanlar var. Əslində çox şey istəyirlər, çox da hiss edirlər. Sadəcə demirlər. Sevir, amma səni sevirəm deməyə dili gəlmir. İşdə haqqı taplanır, amma yox deyə bilmir. Yorulub, amma kömək istəmir. İstədiyi həyatı arzulayır, amma dilə gətirməyə utanır. Bu hardan yaranır? Uşaqlıqdan. Danışanda sus, ayıbdır, bunu demək olmaz. Eşidən uşaq böyüyəndə də susmağı seçər. Hisslərini deyəndə gülünən insan bir müddət sonra hisslərini gizlətməyə öyrənir. Rədd edilmək qorxusu, sevilməmək qorxusu, tərk edilmək qorxusu, hamısı insanın boğazında düyün olur. Nəticədə nə baş verir? Həmin insan başqaları üçün çox şeydir, amma özü üçün bir cümlə belə deyə bilmir. Daxilində yığılanlar isə ya münasibətləri səssizcə öldürür, ya da bir gün qəfil partlayır. Bəs həlli nədir? Kiçikdən başla. Bir istəyidir, bir hissi aç. Bir dəfə mən belə hiss edirəm cümləsini dur. Çünki səni anlayan bir insan sənin sözündən qaçmayacaq. Qaçanlar isə sənin həyatında qalmalı insanlar deyil. Videonu sona kimi izlədinsə, yaxınlarınla da paylaş. Bəzən bir video, bir cümlə, bir söz illərlə deyilə bilməyən hisslərin qapısını açır. Və unutma, danışmaq münasibəti dağıtmır, səssizlik dağıdır.